Şimdi bax, Veysel burada ağılsızlıq eləyir. Mən Veysel ağılsız demirəm, amma bəlkə məndən də ağıllı insandır. Amma bu hərəkətin adı ağılsızlıqdır. Sən azarkeşin üzərində gedə bilməzsən. Azarkeş sən nə deyirsə desin. Yaxşı, bax, sabahları Tovuzda oynayacaqsın ev oyunu, düzdür, stadionda 5000 azarkeş olacaq. Hər dəfə bir adam sənə deyəcək. Hər dəfə sən dəmir barmaqların üzərinə çıxıb, hasara dırmaşıb, azarkeşlə kəllə-kəlləyə gələcəksən. Qardaş, sən başa düş. Sən futbolçusan, üzdə olan insansan. Necə ki, yaxşı oynayanda, qələbə qazananda o azarkeş sizə alqışlayır. Zaten yüksək məbləğdə pul alırsınız Azərbaycan standartları üzərində. Halal xoşunuz. Amma 90 dəqiqəyə görə həm alqış qazansınız, həm də minimum əmək haqqından 8-10 dəfə artıq mükafat alırsınız 90 dəqiqəyə görə. Necə olur? Onda yaxşı olurdu. Azarkeş sənin üzərinə gələndə bəlkə qeyri-etik ifadə işlədib. Bax, mən bunu dəstəkləmirəm. Olmaz. Olsun. Görməməzlikdən gəl. Onda futbol oynama. Get peşəni dəyiş. Get ekspeditor işlə. Get kamazla daş daşı. Get daş kərxanasında nə bilim fəhlə işlə, ofisant işlə. Pulun varsa özünə kiçik biznes kur, kiçik sahibkar ol, obyekt işlət. Göz önündəsənsə, stadiondasansa 5000 insan var. Hamı da eyni düşüncədə deyil. Kimsə əsəbidir, kimsə söyüşçüldür. Bax, yenə deyirəm, söymək yaxşı deyil. Amma olur belə şeylər futbolda. Sən hər dəfə birinin üzərinə gedib onunla kəllə-kəlliyə gələ bilməzsən. Sən ağıllı insan bunu eləməz. Mənim özümə də verilişdən biz hissələr kəsib paylaşıq sosial şəbəkələrdə. 100 nəfər deyəndə ki, Ceyhun Uzayev əladır, sənin fikirlərin superdir. 5 nəfər girir orada qeyri-etik ifadə yazır. Onda mən bunu qəbul eləməliyəm. Ya da ki, peşəmi dəyişməliyəm, çıxmamalıyım efirə.